demək və siz əsas baza müalicəsi revmatoloqla sizin müalicənizdir. Çünki qızıl yel xəstəliyidir, autoimmun bir prosesdir, autoimmun xəstəlikdir. Lipödem ikisi bir yerdə idi. Biz müalicəyə başlayandan o qədər alovlanmış o iltihabı söndürmüşük. 6 ayda o həkiminizin yanına getmirsiniz. Mən onun yanına getmişəm, o məni yönəldi bırakır, gedilməsin deyə oluşanlar. Araqlayın, çəkib atın, ondan sonra gəlin, mən sizə malı deyirdim, mən malı deyirdim, sadəcə bir dənə içimə dərman yazdım. İndi mən ona bir də zəng elədim, o dedi ki, yox, tam arıqla. Və biz... Məsələn, 100 kiloya çaq, 100 kilodan mən məsələn, 113. Əslində indi o sizi tətikləyən bir səbəb, özünüzü çox yaxşı hiss edirsiniz. Çünki gəzirsiniz, heç sanki problem olanda axı bizi gedirik müalicə, bu autoimmun prosesdə alovlanmış o prosesi ki söndürmüşük və buradan da arıqlayırıq. Siz artıq getmək ehtiyacı görmürsünüz, 6 ayda getmirsiniz. Amma indi getsəniz o çox gözəl mənzərə ilə rastlaşacaq revmatoloq. Mənim müalicəmə gözləyir də, mənim müalicə eləməkdən. Mən bu çəki ilə müalicə edə bilmərəm də sizə. Mənim bandajlar da olmayacaq. Ona görə ki, mən sizə durub gəzdirəndə o şiş çəki töküləcək. İndi çox çəkilib. Əslində bu müalicə dediyimiz elə budur ki, biz burada elementlərlə müalicə edirik, maddələr. Yəni bu qədər müalicə yazmışam da, çox müalicələr yazmışam sizə. Vitamin D, maqnezium, selen, aşfaqan da, nə bilim, orada inazitola qədər, yəni biz burada müalicələr işləmişik. Hamısı badlar, suplementlər olaraq. Və çox istəyərdim ki, bəli, biz həkimlər konsilum olaraq da və o, bu gözəl mənzərəni görsün, o rəngi mənə də maraqlıdır ki, alovlanan ocaq nə qədər sönüb, bir revmatoloji prosesdə, yəni xüsusilə bu qızıl yel xəstəliyi bilirik, elə bir xəstəlikdir ki, bu bir dəfəlik sönmür. Amma biz nə gözəldir ki, 6 aydır remisiya dövrüdür və nəticə olaraq müalicəmiz effektini verib. Həm arıqlaya bilmişik, həm də o prosesi söndürmüşük. Çox gözəl. Əslində, mən sizi də özüm də təbrik edirəm buna görə. Sadəcə biz yenə də davam edirik. Çünki mənə görə hədəfimiz hələ bir 15 kilomuzda qalıb. 15 kilonu verək.